Adları açıqlamaq fikrim yoxdur və bunun səbəbi çoxdur. Sadəcə kimlərsə nə vaxtsa müəllimim olub, kimlərsə tələbə yoldaşım, bəziləri ilə duz çörəyi kəsmişəm, yol yoldaşı olmuşam. Kimisə doğrudan da Azərbaycan mədəniyyətinə tövhəsi çoxdur. Yaşda məndən böyüyü var, rəhmətə gedəni var. Uzun sözün qısası bir çox nüans, məqam və incəliklər. Həm də hesab edirəm ki, müqəssir axtarmaqdansa birləşib həll yolu tapmaq daha məqsədə uyğun olur. Winston Churchill'in bir yaxşı sözü olub. Tarixi xatırlamayan onu təkrarlamağa məhkumdur. Bunu yadda saxlayaq. Çox uzaq keçmişə qayıtmaq istəmirəm. Amma bu yaxın 1920-ci ildən 1987-ci ilə qədər çalışdılar ki, tariximizi unudaq, silək, keçmişdə qoyaq. Nəticədə nəyə nail olduq? Torpaqlarımızı itirdik. İndi şükür Allah'a qaytarmışıq və bərpa edirik. İndi isə mədəniyyətimizə diqqət və qayğı ilə yanaşmasaq, onu da bərpa etmək üçün ən azı 30-50 il vaxt sərf eləmək lazım olacaq.